Why do people want to visit Kyoto? Nəyə görə insanlar Kyotoya baş çəkmək istəyirlər? Ona görə ki, Yaponiyanın mədəniyyətini öyrənmək istəyirlər və Kyotoda olan gözəl yerləri görmək istəyirlər. Yəni 9-da cavab olacaq 1 və 3, yəni D variantı. 10-cu testdən davam edirəm. Bu Yapon şəhəri öz gözəl yerləri ilə insanları cəzb edir. Yəni 10-cu testdə düzgün cavab olacaq Y variantı. 11-ə baxıram, yanlış fikir istəyir. A variantı Kyoto, deməli Kyoto şəhəri tarixi və müasir həyatları özündə birləşdirir. Bəli, A variantı düzdür. C-yə baxıram. Kyotonun yaşıl çayı qədimi qədim növlərindən biridir. Bəli, orada yaşıl çay yetişdirilir və bu qədimdən belə olub. Yəni bütün variantlar mətnin içərisində deyir. Bir dənə B variantı. B variantında deyir ki, filan yeməklər hansı ki, həmin şəhərdə bişirilir, dadlı deyil. Əksinə isə mətndə deyir ki, filan yeməklər dadlıdır. Bunlar yemək adlarıdır. Kayaseki və yudofu. Bu yemək adlarıdır. Mən də dadmamışam. İnşallah bir gün birlikdə dadına baxarıq. O 11-də deyir ki, onlar dadlıdır mətn içində, amma B variantında yazıb ki, dadlı deyil. Ona görə bizdən yanlışı istəyir və biz 11-də B-ni seçirik. 12-yə baxıram, doğru fikirləri seçməliyik. Mən burada seçmişəm 2 və 3-ü. Deməli, qadın performerlər, qadın Yapon mədəniyyətində olan qadınlar Yaponiyanın elegantlığını nümayiş etdirir, simvolizə edir. Bəli, parklar, məbədlər, küçələr, bənövşəyi, pink, çəhrayı rəng güllər çox gözəl olur. Bəli, 2 və 3 mətndə deyir və biz ona görə də düzgün cavabları onlar seçirik 2 və 3. 13-cü testdən davam edirəm. Cümlədə now var. Now varsa biz bilirik ki, indiki zamana aid olmalıdır. Where are your parents? Sənin valideynlərin haradadır? Valideynlərdən söhbət getdiyinə görə iz işlədə bilmərəm. A və C variantlarını sildim. Birinci tərəf oldu are. İkinci tərəfə baxıram. Onlar indi kinoya baxırlar. Hal-hazırda kinoya baxırlarsa, deməli davam edici zaman olmalıdır. Deyirəm ki, sizdən soruşuram ki, indi nə edirsən? Sən də deyirsən ki, indi Sara müəllimin videolarına baxıram. Hal-hazırda mənim videoma baxdığınız üçün bu davam edici zaman olur. Ona görə 13-də cavab olacaq D variantı. They are watching an interesting movie now. 11, 8A, 9D, 10E, 11B, 12, 2, 3, 13D. 14-cü testdən davam edək. 14-cü test, 5-ci sinif testində də demək olar ki, bütün mövzuların içərisində qarşımıza çıxırdı. Təkrarən yenidən izah edirəm. Can modal feildir, özündən sonra heç vaxt to gəlməz. Ona görə C variantı, Y variantı getdi. Biz bu variantları silirik. Bir cümlədə but varsa, but amma ancaq deməkdir. Bir tərəf təsdiq, bir tərəf həmişə inkar mənalı olur. Sara rəqs edə bilir, amma onun bacısı bacarmır, yəni rəqs etməyi bacarmır. Ona görə 14-də cavab olacaq B variantı. 15-ci testdən davam edirəm. Sənin məktəbində stadion var. Bu da deyir ki, yoxdur. Stadium. Article nə deməkdir? Bir stadiumdan söhbət gedirsə, deməli biz tək axtarmalıyıq. Ona görə B və D variantlarını silirəm, çünki orada ar yazılıb. Amma biz zeriz axtarmalıyıq. Sual cümlədə desə iz qabağa keçir. Ona görə C variantını silirəm. Çünki C variantında zeriz yazılıb, təsdiq cümlədir. Sualda nə deyirdik? İz qabağa keçir deyirdik. A və Y variantları arasında qalıram. Sonra deyir ki, yoxdur. Əgər no deyirsə, zeriz not olan cavabı seçməliyik. Əgər yes desəydi, onda seçərdik A variantını. Deyirəm ki, başqa bir sadə bir dildən izah edirəm. Sual verirəm ki, sənin qələmin var. Deyirsən yes, I have ya da no, I have not. Yəni burada no deyirsə, biz seçməliyik there is not. Ona görə də 15-ci testdə düzgün cavab eləyir Y variantı. 16-ya baxıram. Vardır bir dənə supermarket. Restoranın solunda. Left sözü sol deməkdir. Solda, sağda, on the left, on the right olur. Yəni birinci sözünün oldu on. Restoranın solu dediyi üçün n'nin şəkilçi ismi yəlikanda öyrənmişdik ki, offdur. Ona görə də ikincisi olur off. There is a supermarket on the left of the restaurant. Restoranın solunda bir dənə supermarket var. 16-da düzgün cavab oldu A variantı. 17-ci testdən davam edirəm. What color